Ağdam rayonunun bir sıra kəndlərində hava şəraiti kəskin dəyişib. Güclü yağış qısa müddət sonra dolu ilə əvəz olunub. Dolu əsasən rayonun Əfətli, Hacı Məmmədli, Zəngişalı, Qaradağlı və Aşağı Yüzbaşlı kəndlərində qeydə alınıb. Oğuz rayonunda güclü küləyin yaratdığı fəsadlar səbəbindən bir çox kəndlərə elektrik verilişində problem yaşanır. Külək rayonun bəzi ərazilərində elektrik dirəklərini aşırıb. Bununla yanaşı Qumlaq-Xalxal avtomobil yolunda iri gövdəli ağac aşaraq elektrik naqillərini qırıb. Hazırda aidiyyatı qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində iş aparır. Baş Dövlət Yol Polisi İdarəsi müşahidə olunan hava şəraiti ilə bağlı sürücülərə bir daha müraciət edib. Müraciətdə Qara Məryəm İsmayıllı Şəki avtomobil yolunun 60-cı kilometrində küləyin təsirindən iri gövdəli ağac yolun hərəkət hissəsinə aşdığı bildirilib. Qeyd olunub ki, əraziyə cəlb olunan Yol Polis Xidməti alayının əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür, hərəkətin nizamlanması təmin edilir. Baş Dövlət Yol Polisi İdarəsi hazırda küləklə müşayiət olunan yağışlı hava şəraitini nəzərə alaraq sürücülərdən ehtiyatlı olmağı, nasaz avtomobillərlə yola çıxmamağı, ara məsafəsini normadan artıq saxlamağı, ötmə, manevr etmə qaydalarına əməl etməyi tövsiyə edir, müraciətdə bildirilib.